Hoş gördük dəyərli izləyicilər. Növbəti suallar arasında video hazırlayırıq. Bu dəfə suallarımız əsasən şəxsi verdiyiniz suallar əsasında tərcüməyə hal olacaq. Mən Əliyev Elvin, 1988 təvəllüdlü, Cəlilabad rayonunda doğulmuşam. 2005-ci il Naxçıvan Dövlət Universitetinin pediatriya ixtisası üzrə təhsilimə başlamışam və universitet dövrü Türkiyədə ECS Universiteti və Ərzurumda universitetlərdə tələbə dəyişim proqramı üzrə olmuşam. 2011-ci ildə universiteti bitirmişəm pediatriya ixtisası üzrə. 2011-ci ildə Azərbaycan Respublikasında qəbul olunmuş rezidentura qanunu əsasında tələbə qəbul komissiyasına yenidən imtahan vermişəm və 2011-ci ildə Tibb Universitetinin 3-cü Cərrahiyyə Xəstəliklər Kafedrasında rezidentura təhsilimi başlamışam və burada da ixtisasım ümumi cərrahlıq üzrə olmuşdu. Bu dövrdə iki bazada, Saylı Əfəndiyev xəstəxanasında və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahlıq Klinikasında çalışmışam cərrah olaraq. 2016-cı ildə rezidenturanı bitirmişəm. Ümumi cərrah ixtisası adı alaraq həkim mütəxəssis ünvanına layiq görülmüşəm. Daha sonraki illərdə Azərbaycan Təkməşmə Universitetində ixtisasartırma kurslarından keçərək plastik cərrahi ixtisasına yiyələnmişəm. Hal-hazırda plastik cərrah olaraq fəaliyyət göstərirəm. Bu dövrlər ərzində bir kitabın həm müəllifi olmuşam, 12-dən artıq məqalə və konferans iştirakçısı olmuşam. Azərbaycanda ən çox abdominoplastik edən cərraham. Yəni ən çox edənlər siyahısında yox. Ən çox abdominoplastik edən cərraham və bu göstərici ilə nəinki Azərbaycanda, Qafqazda, postsovet ölkələrində, Avropa ölkələrində mənim yaşıma uyğun olaraq bu sayda abdominoplastik edən həkim yoxdur. Və bundan da fakt indiyə qədər deməmişəm, amma fəxr edirəm ki, həqiqətən də bu say yetərli bir saydır. 6000-dən yuxarı tək abdominoplastik əməliyyatı icra etmişik. 6000 abdominoplastik əməliyyatı etdiyimiz dövrdə bir neçə rezident bizim fəaliyyətimizdən yararlanıb və həyata ilk addımlarını bizlə bərabər atıb. Həmçinin xarici ölkədən yanımızda həkim olub və yaxud rezident olmayan həkimlər də bizim əməliyyatlarımızda iştirak edərək təcrübələrini bizlə bölüşüb və biz təcrübələrimizi bu şəxslərlə bölüşmüşük. Bu videoda xüsusi iki həkimə təşəkkür edəcəm, hansı ki onlar mənim həqiqətən də müəllimlərim olublar. Bunlardan birincisi Yusif Əliyev, vaxtı ilə Saylı Əfəndiyev xəstəxanasında şöbə müdürü işləyirdi. Hal-hazırda eksperimental institutda baş həkimdir. İkinci həkimimiz isə Aslan Abdullayevdir. Bu iki şəxs mənim ümumi cərrah kimi formalaşmağımda çox böyük əməkləri olub və mən bugün plastik cərrah işləsəm də, plastik cərrah ixtisasına yiyələnsəm də ümumi cərrah olmağımdan fəxr edirəm. Həqiqətən də bütün cərrahiyyənin təməli ümumi cərrahiyyədən başlayır. Təşəkkürlər.